Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binəqə qəsəbəsində, Savxoz ərazisində sizin üçün Pekalinin yanında, çörək zavodunun yanında sizin üçün 4 sotda 5 otaqlı evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Hal-hazırda evimizin koridoruydu. Yuxarı qalxmaq üçün pilləkəni idi qəşəng. Bu hissədə belə bir mətbəx, studiya, otaqdır dostlar. Qəşəng, həqiqətən də geniş evdir. Otaqlar da gen boldur. Yəni müəyyən əşyalardan da qalınacaq. Qiymət videonun sonunda deyiləcək. Evimizdə həm kombidir, həm belə bir İran peçidir. Burada sanitar və sanuzelimizdir. Bir dənə otaq da geniş, gelinə boluna. Keçən ikinci mərtəbə ilə sizi tanış edeyim. Değerli dostlar, bu evin bir dənə qonaq otağı var. Qonaq otağı 48 kvadratlı değerli izləyicilərimiz. Yuxarıda da belə qalxdıq. Belə bir holdur, oturmaq üçün yerdir. Televizor. Yataq otağı biri buradadır. Burada ikinci yataq otağıdır. Bu koridorudur, balkona çıxış yeridir. Orada qapısı bağlıdır hal-hazırda. Keçən indi evin qonaq otağından sizi tanış edəcəm. Değerli dostlar, belə bir girişdə koridorumuzdur qəşəng. Geniş koridoru var. Bu da girişdir, evin girişidir. Bu da zalımızdır dostlar. Zalımız göstər. Çox geninə bolunadır. 48 kvadratdır. İndi inşallah keçəcəyik evin həyətindən də sizi tanış edəcəm. Həyətimiz 4 sotdadır. Həqiqətən də çox gözəl evdir, səliqəli evdir. Burada bizim belə bir kamindir. Değerli dostlar. Bir suyu Kinolardakı Hindistan evlərinə bənzəyir. Keçən indi həyətlə sizi tanış edeyim. Bu da bizim çöl görünüşüdür. 4 sotdadır. 2 mərtəbəlidir değerli dostlar. Belə bir dekorativ işlər görülür. Bunlar hamısı əl işləri değerli izləyicilərimiz. Əl işləridir. Bu da yay mətbəxidir. Burada da bizim oturmaq üçün, yayda dincəlmək üçün sitkamızdır. Və burada da həyətdəki ayaq yolusudur. Ora əl damıdır, yəni qladovka yeridir. Evimizin ön görünüşü. Değerli dostlar, evimizin qiyməti 110 bin manata deyilir. İnşallah gəldinizə real alıcı ilə danışıb razılaşmaq olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.